Məhərrəm ayı ərəfəsindəyi Pakçılardan dillər yapışın, Pakçıların başında Əhl-i Beyt yanır və İmam Hüseyin əleyhissalam da gəlib bizi kəsrətdən vəhdətə aparsın, Məhərrəmə belə yanaşın. İmam Hüseyin gəlib bizi çoxluqdan qopartsın, bir yerə bağlasın. Bu əzadarlıq, bu məclislər bunun üçündür ki, o irfan, əsl irfan, irfanın məğzi İmam Hüseynin vücudundadır, mahiyyətindədir, məclislərindədir. İmam Hüseyin bizi sevgi ilə aram-aram qopardır, ağrısız qopardır, aparır, ləzzətlə aparır. Özəlliyi bundadır. Öz məzlumiyyəti ilə, müsibəti ilə gəlir, qəlblərimizi adət elədiyimiz şeylərdən qopardır və vəhdət halında məclisdə biz yaşayırıq. O dadı hələ ora köç eləməmiş, böyüklərin halından bizə də dadızdırır. İmam Hüseynin böyük xidmətlərindən biri budur. Xidmətləri çoxdur, saymaqla qutarmaz. Biri də budur ki, kəsrət içində boğulan adamlara vəhdətin dadını daddırır. O birə bağlayır, o birə başqa şeylərdən qopardır. Kərbəlası da belədir, Məhərrəmi də belədir.